Bir dənə o ayəyə görə, yəni bir ayədə Maidə surəsində süfrə sözü gəldiyinə görə Maidə surəsinin adı nədir? Süfrə surəsi. Halbuki Maidə surəsindədir İnnəmə vəliyyukumullah və rəsuluhu vəllezina amenullezina yuqimuna salata və yutuna zakata və hum rakiun. Yalnız və yalnız sizin vəliniz, sizin mövlavız, sizin rəhbəriniz Allahdır, Peyğəmbərdir və o kəslərdir ki, iman gətirib, namaz qılırlar və rüku halında zəkat verirlər. Maidə surəsindədir bu. Və Maidə surəsindədir, indi oxuyacağım 2 dənə ayə, Maidə surəsindədir. Bu ayələri nəzərə alıb, biz deyə bilərik ki, Maidə surəsi vilayət surəsidir, imamət surəsidir, Mövla surəsidir. Bu süfrədən daha məntiqlidir, daha dəyərlidir.